Sentyabr ayının axırı, oktyabr ayının əvvəli. Deməli nə olur? Tərəzi bürcünün doğum günü. Bu gündə, bu ayda dünyaya gəlmişsiniz. Əslində sizə özəl hiss etdirməyimiz üçün, sizə yaxşı ki varsan deməyimiz üçün hər hansısa bir günün, özəl günün, ad gününüz olmasına ehtiyac yoxdur. Çünki siz ilin, günün, ayın, fəslin hər bir anında mükəmməl insanlarsınız. Bunu yadınızda saxlayın. Bu yaşımıza qədər çox şeylər yaşadıq. Çox şeylərdən keçdik. Çox şeylərdən dərs aldıq. Əslində biz yaşımızdan daha çox böyümüşük. Artan sadəcə rəqəmlərdir. Kimsəyə yenilmədən, kimsənin qabağında əyilmədən, dimdik, ayaq üstə durmağa bacarmışıq. Yaxşı ki varıq. Yaxşı ki bu dünyaya gəlmişik. Gəlin bir özümüzü təbrik eləyək. Çünki bu həyatda kimsəyə ehtiyac olmadan yaşadıq. Öz ayaqlarımızın üzərində durmağa bacardıq. Yıxılmadan, usanmadan, bezmədən. Ona görə də bundan sonra da kiməsə ehtiyacımız yoxdur. Yaxşı ki varıq. Hər kəs doğum tarixini yazsın. Görək kim ay neçəsi dünyaya gəlib.